أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على محمد وعلى آل محمد. الله أكبر الله أكبر الله أكبر الله أكبر. أشهد أن لا إله إلا الله. أشهد أن لا إله إلا الله. أشهد أن محمدا رسول الله. أشهد أن محمدا رسول الله. حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح. الله أكبر الله أكبر. لا إله إلا الله. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله. أما بعد فيا عباد الله اتقوا الله وأطيعوا. إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في محكم كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن الدين عند الله الإسلام. صدق الله العظيم. Muhterem Müslüman kardeşlerim, Allah Teala'nın bizlere bahşetmiş olduğu en üstün ve en değerli nimet iman nimetidir. Bizleri məhlukatın en şərəflisi olarak yaradan, en son dinde olmağı nəsib eden Allah'a həmd olsun. Bizler ümmetler içerisinden seçilmiş, orta yol tutan en hayırlı ümmetik. Biz Allah'a ve ahiret gününe iman getirmişik. Allah'a ve ahiret gününe hakkıyla iman getiren müminlere has, hakiki manada xislətlər vardır ki, onlar her birimizin hayatını bəzəməlidir. Yani hayatımızın merkezinde olmalıdır. Biz onun kitabına, onun Resulünün sünnesine uygun bir şekilde yaşamalıyız. Unutmayaq ki, kamil bir müminde var olması lazım olan xislətlərdən birincisi Allah'a en üstün bir şekilde iman getirmektir. Tövfiktir. La ilahe illallah Muhammedur Resulullah kelimesi. Bu kelimenin hakkını vermelidir Müslüman. Allah Subhanahu teala elə bir iman getirmelidir ki, karşısında hiçbir qüvvə, hiçbir güc, hiçbir imtihan, hiçbir sıkıntı, hiçbir xəstəlik ondan daha üstün, Rabbindən daha üstün ve daha büyük olmamalıdır. Diğer xislətlərə gəldikdə isə əlbəttə ki, bunların başında iman etdikdən sonra dinimizin direği olan salahı, yəni namazı xuşu içərisində qılmaqdır. Allah Subhanahu teala bizə dinin direğində
salatdaykən necə olacağımızı göstərir. Quran-ı Kərimdə hamımızın əzbər bildiyi bir ayə var. Fəveylun lil-musallin əlləzīnə hum an salatihim səhun. Vay deyir o namaz qılanların halına ki, onlar öz namazlarından qafildir. Allahla bərabər olmadan, Allah'a düşünmədən, dünya fikirlərini beynimizdə haqq hesab edərək qıldığımız namazdan bizə fayda yoxdur, qardaşlar. Allah'ın huzuruna durarkən diqqətsizlik edib, Allah'tan kənar başqa şeyləri fikirləşsək, bir daha o huzura gəlməmə təhlükəmiz var. Allah bir də nəsib etməz ha bizə onun huzuruna durmalı. Yəni mənim yanımda, mənimlə görüşə gələn bir qardaşım, mən ondan söhbət edərkən əlimdə telefonla oynasa, mənə fikir verməsə, ikinci dəfə mən onunla görüşmərəm. Niyə? Çünki mən saymam. Necə olur ki, biz Allah'ın huzurunda Allahu Ekber deyib, Allah'ım sən ən böyüksən, mən sənin huzurundayam, sənin üçün ibadət etməyə niyyət edib dayanmışam. Üstəlik Fatihəni də oxuyarkən etiraf edirəm ki, həm sənədir. Malın, mülkün, din gününün sahibi sənsən, səndən istəyirəm, səndən başqa bizə yardım edən yoxdur, biz doğru yol yönəl, azğınlar yolundan ayırma. Amma və lakin dilim bunu deyir, ağlım, fikrim, qəlbim başqa yerdə. Bizim kamilliyə, kamil mümin olmaq çox ehtiyacımız. Bunun üçün də birinci başlayırıq sözümüzdən, bu kəlmədən, la ilahe illallah, Muhammed Rasulullah. Sonra isə bizim dinimizin təməli olan salatdan, namazdan yürür. Ondan sonra sırasıyla davam etsək, səbirli olmalıdır kamil mümin. Səbir nə deməkdir? Allah Subhanahu nə deyir Quran-ı Kərimdə? Bəqərə surəsində. İnnallâhe ma'as-sabirin. Allah səbirlənlərlə bərabərdir. Sonraki ayədə də davam edir. Deyir ki, Allah Subhanahu sizi bəzən acılıqla, qıtlıqla, sıxıntı ilə, övladla, malla imtihana çəkər və bəşşir-i sabirin. Səbr edənləri müjdələr. Səbir bizim həyatımızın hər sahəsinə yansımalıdır, əzizlər. Sadəcə bizim Rəbbimizlə aramızda olan münasibətdə səbr edib, insanlara səbirsizlik göstərməməliyik. Biz ailəmizə də qarşı səbirli olmalıyıq. Ələl-xüsus böyüklərimizə, valideynlərimizə qarşı. Biz övladlarımıza qarşı da səbirli olmalıyıq. Biz müsəlman qardaşlarımıza qarşı da səbirli olmalıyıq. Qonşularımıza da səbir göstərməliyik. İş yoldaşlarımıza da səbirli olmalıyıq. Unutmayın, şəri qaydalarda həddi aşmamaq şərti ilə səbr etmək Allahın əmridir. Əhdə vəfalı olmalıdır kamil bir mümin. Bugün fitnələrin artdığı elə bir zamana gəlmişik ki, buraxın kiməsə nəyəsə, hansısa bir pulu, malı və ya kitabı, dünyalıq hansısa bir şeyi verib əmanət etmək bir yana, ağzından çıxardacağın sözü deməyə çəkinirsən. Bizə ən çox verilən suallardan biri bugün bilsiz nədir qardaş? Adam bizə deyir ki, biz deyir telefonda modern çıxmış yapay zeka deyilən ChatGPT ilə yazışıb dərdləşirik. Deyirəm, niyə? Deyir, çünki o deyir, mənim sirrimi başqasına vermir. Amma deyir, mənim müsəlman olan qardaşlarım ona verdiyim sirri el aləmə yayır. Mənə də bir yavru sıla edir. Hardan gəldik bu zamana çıxdı biz qardaş? Allah Subhanahu bizə yaşayarkən bu dünyada əmin və güvənilir olmağı əmr etmədi mi qardaşlar? Axı biz Quran oxuyuruq. Biz Allah Rasul sünnəsini oxuyuruq. Allah doğrusun bizi münafiqlikdən və onun xislətlərindən. Nə deyir Allah Rasul səlləm? Bir ayətül münafiqə tələsə, münafiqin müsəlaməti var. İzə addəsə kədəbə, danışanda yalan danışar. Və izə bə'də əxləfə, vəd verəndə vədinə xilaf çıxar. Və izə ətüminə xanə,
Əmanətə xəyanət edir. Biz sözü belə deməyə çəkilirsə bir-birimizə əmanət etməyə, inan qiyamət günü vay bizim halımıza yardır. Biz Allah Subhanahu necə cavab verəcəyik? İnanın, mən özüm necə cavab verəcəyim bilmirəm. Allahın rəhmətinə sığınıb, Allahın rəhmətindən ümid edib yaşayıram özüm. Unutmayaq ki, Allah Subhanahu bizi mükəmməl yaradır. Allah Subhanahu nə deyir? İstəyəndə deyir, cənnətin ən üstün təbəqəsini istəyir. Firdevs istəyir. Biz kamil bir mömin olmağa çalışmalıyıq. Çətin deyil. İnanın, bu saydığımız xüsusiyyətlər, hər birimizdə var. Sadəcə üstün toz basır. Təmizləmək lazım, cizalamaq lazım. Baxdır, onlara deyir, Quran-ı Kərimdə ayədir. Ənfal surəsinin 2-3-cü ayəsi. Açın, baxın, qardaşlar. Onlara deyir, Allahın ayələri oxunduğu zaman İzə tuliyyət aleyhim əyətuhu zədəthum imanə. Allahın ayələri onlar oxunanda onlar imana atar. Onlar Allaha təvəkkül edər, salaha qılar və malını da Allah yolunda xərcləyərlər. Kamil möminin, Allaha iman gətirən möminin, əsl möminin sifətləridir. Quran-ı Kərimdə ayələr açın, bax. Və bağışlamağı bacarmaq lazımdır. Baxın, Quran-ı Kərimdə Allahın bağışlamaq sifətinə dair edir. Nə qədər ayə var? Xafurur Rahim sözü nə qədər yerdə keçir? Allah əffələndir. Rasulullah s.ə.v həyatı boyunca ona əziyyət edən, zülm edən, kimləri bağışlamayın? Doğma əmsini öldürüb şəhid edən, Hazreti Hamzanı şəhid edən vəhşi ilə hindi bağışlayıb. Yəni Allah Resulü s.ə.v həyatı bizə örnek deyir. Biz bağışlamağa bacarmıq. İnkar etməyə qardaş, bacarmıq. Nə ata-anamızın bizə hansısa bir etdiyi işi ona bağışlamağa bacarmırıq, nə övladımızın etdiyini, nə müsəlman qardaşımızın etdiyini, nə qonşumuzun, nə dostumuzun. Biz ümumiyyətlə bağışlamaq hissini az qala qopardıb atmaq üzrə yüklərimizdir. Niyə? Quran-ı Kərimdə birinci ayə nədir? İlk ayə nədir qardaş? Açın kitabı bax. Bismillahirrahmanirrahim. Fatihə surəsinin birinci ayəsi. Rahman və Rəhim olan, bağışlayan, mərhəmətli olan Allah. Yəni Allah rəhimli və mərhəmətlidir. Allah bağışlayandır. Mən kiməm? Siz kimsiniz ki bağışlamırsınız? Budur bizim kamillik dediyimiz möminlik. Kamil mömində var olması, lazım olan hissətlər çoxdur. Saysan, vaxtını tutmaq olur. Amma unutmayaq, Allah böyle bizi her zaman, her yerde görür, eşidir. Nəinki etdiklərimizi, danışdıqlarımızı, eşitdiklərimizi, düşündüklərimizi və qəlbimizdən keçirdiklərimizi də bilir. Onun üçün dürüst olmaq lazım. Rəbbimizə qarşı dürüst olmasaq, insanlara qarşı ömür boyu dürüst olmayacaq. Mümkün deyil. Çünki mən əgər məni yaradan, məni xəlq edən, mənə hər şeyi verən, məni yaşadan, ruzi verən, bu dünyada ayaqda tutan insanlar içərisində həqiqi mənada yaşamağına şərait yaradan Rəbbimə qarşı dürüst deyiləmsə, nə ona, nə sənə, nə başqasına dürüst olmayacaq. İnsan Rəbbinə qarşı ilk növbədə halını düzəltməlidir. Bunun üçün bizim vallahi billahi çox gözəl fürsətlərimiz var. Ən birincisi nədir? Biz yaşayırıq. Allah həmd olsun, həyatdayıq. Fürsət verilib bizə. Ömür əmanəti verilib bizə. İkincisi, insanların malla, pulla, dövlətlə əldə edə bilmədiyi hidayət verilib bizə qardaşlar. Biz hidayət deyil, İslamlayıq. Sadəcə bir balaca çalışıb, həqiqi mənada Allahın sevdiyi qulları siyasının adımıza yazdırmalı. Fürsət çoxdur. Bugün baxın,
Biz harcayıq Allahın evindən. Amma baxın Allahın evindən, qapısından, kənarda və çöldə nə qədər insanlar var ki, boş-boş işlərlə məşğuldur. Bu fürsət bizə verilir və biz bunu dəyərləndirməliyik. Allah qorusun. Allah bizi bu dünyada imansız heç bir gün yaşamamağı bizə nəsib etsin ki, biz imanla yaşayaq və imanla bu dünyadan köçək. Yəni, bu önəmli bir neymət. Allah çalışana verir. Allahın vədi haqdır. Allah heç bir zaman sözündə, heç bir yerdə, heç bir tarixdən yaranandan dünya bu günə vədinə xalq çıxmıyor. Yalan danışmıyor Allah Subhanahu. Bunu görə sığınıb Allahdan istəyəcəyik. Allahım, məni yaradan, yaşadan, mənə hər şey verən sənsən Allahım, sən mənə qapılarını aç deyəcəyik. Allahım, sən Yusufu quyudan çıxartdın, hökm sahibi etdin öz məmləkətində, məni sıxıntıdan çıxart Allahım deyəcəyik. Sən Musa və qövmünü dənizdə batırmadın, məni bu zülmətdə batırma deyəcəyik. Sən oda atılan İbrahimi yandırmadın ya Rəbbi, oda hökm etdin, əmr etdin, sərin etdin onu. Allahım, sən mənim içərisində məni bürüyən bu sıxıntını, bu çətinliyi məndən dəf et, mənə fərahlıq və sərinlik ver deməyi bacaracaq qardaşlar. İman budur, tövfik budur. Kamil mömin olmaq bundan yaranır qardaşlar. Allaha haqqı ilə iman gətirmək, haqqı ilə güvənmək, haqqı ilə təvəkkül etmək. Vallahi kim bu dünyada nəyə can atırsa, Allah Subhanahu nəsib edir onu. Mən əminəm ki, Allah Subhanahu biz istəsək, bizə də verəcəkdir. Ələ inna ahsənəl kələm və biləğə nizam kələmullahil məlikil azizil alləm və idə qur'əl qur'an fəstəmi'u ləh və ansitu ləalləkum turhamun. Elhamdülillah hamdan kamilen والصلاة والسلام على رسولنا محمد وعلى آله وأصحابه أجمعين تعظيما لنبيه وتكريما لفخامة الشان شرع الصفي فقال عز وجل من قائلا مخبرا وآمرا إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم ارض عن الخلفاء الراشدين أبي بكر عمر وعثمان وعلي وعلى بقية الصحابة والتابعين رضوان الله تعالى عليهم أجمعين. الله أكبر الله أكبر الله أكبر الله أكبر أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح قد قامت الصلاة قد قامت الصلاة الله أكبر الله أكبر لا إله إلا الله. Cəmaatımız saflarımızı sıx və düzgün tutaq. Allah-u Teala'nın rəhməti, bərəkəti cümləmizin üzərində olsun. Qardaşlar, bizim vəfat edən bir qardaşımız var. Allah Subhanahu günahlarını həfq eləsin. Cümədən sonra indi cənazə namazı qılınacaq. Kimin vaxtı imkanı varsa gözləsin bərabər şəkildə cənazəni qılaq. İkinci, bizim bir iki dənə xahişimiz var cəmaatımızdan. Bizim nəslin səs sistemində biraz problemlər var. Neçə vaxtı biz onu çalışırdıq ki, düzəldək, yeniləməyək də, yəni əlimizdə olan imkanlarla davam edək. Sonra baxırıq ki, artıq bunu davam etdirə bilmirik. Yəni, bəzi şeylər dəyişməlidir.
Kim Allah rızası üçün bu mövzuda dəstək olmaq istəsə, namazdan sonra bizə yaxınlaşar, biz onu mütəxəssisə yönləndirərik. Özü o qardaşla danışar və bu məsələdə bizə öz dəstəyini verər. Həmçinin sonda hər dəfə olduğu kimi yenə öz cəmaatımıza istəyirəm Allah rızası üçün təşəkkür edirəm. Bizim bütün məscidimizin hər bir ehtiyacında, yəni bunun kammalıdır, burada çalışan işçilərin maaşıdır, məscidin yaranan borçlarıdır, məscid tərəfindən görülən hansısa bir xeyir işlərin davamlılığıdır. Bunun hamısını bu cəmaat edir. Yəni biz eləmirik, cəmaat edir. Olur ki, dua eləyək, Allah Teala bütün məsciddəki olan cəmaatlara və ələl xüsusda Qaraçur məscidinin cəmaatının əhlinə, ailəsinə, malına, mülkünə bol bərəkət versin. Allahu Ekber. Elhamdülillahi Rabbil alemin, Errahmanirrahim, Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas-sırâtal mustegîm. صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين إن للمتقين مفازا حدائق وأعنابا وكواعب أترابا وكأسا دهاقا لا يسمعون فيها لغوا ولا كذابا جزاء من ربك عطاء حسابا رب السماوات والأرض وما بينهما الرحمن لا يملكون منه خطابا الله أكبر. سمع الله لمن حمده. الله أكبر. الله أكبر. الله أكبر. الله أكبر. الحمد لله رب العالمين، الرحمن الرحيم، مالك يوم الدين. إياك نعبد وإياك نستعين. اهدنا الصراط المستقيم، صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. آمين. والعصر إن الإنسان لفي خسر إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر. الله أكبر. سمع الله لمن حمده.
الله أكبر. الله أكبر. الله أكبر. الله أكبر. السلام عليكم ورحمة الله. السلام عليكم ورحمة الله. اللهم أنت السلام ومنك السلام، تباركت يا ذا الجلال والإكرام.